Herkese salam. Bugün bizim SQL'den ikinci dersimizdir. İkinci dersimizdə email əmrləri olan insert, update və delete əmrindən istifadə edəcəyik. Bunu göstərmək üçün ilk öncə mən bir cədvəl yaradacağam. Cədvəlin yaradılması keçən dərs öyrəndiyimiz kimi create table əmri ilədir. Cədvəlimə bir ad verirəm və sütunları daxil edirəm. İlk öncə employee ID rəqəm tipini özündə saxladığı üçün number verirəm. Employee-nin adı simvol tipini özündə saxladığı üçün varchar verirəm. Həmçinin soyadda da eyni qaydada varchar daxil edirəm. Daha sonra employee-nin maaşı, rəqəm tipi olduğu üçün number və employee-nin yaşı. Bu da number tipində. Məsləhət görülür ki, sütun adları ingilis dilində yazılsın. Cədvəlimi yaradıram. Sol tərəfdə cədvəlim əks olundu. Və indi keçək insert əmrinə. Insert cədvələ məlumat daxil etmək üçün istifadə olunan əmr. Insert into cədvəlimin adı. Əgər cədvəlimdəki bütün sütunlara məlumat daxil etmək istəyirəmsə, cədvəlin adından sonra bütün sütun adlarının yazılmasına ehtiyac yoxdur. Birbaşa dəyərlərini daxil edirəm. Ardıcıllıqla. Employee ID-si 1 olsun. Adı Lalə olsun. Soyadı Babayev olsun. Salarisi 800 manat. Yaşı isə 27. Yenidən ikinci şəxsi daxil edirəm. Insert into employee values ikinci nəfər Tural Məlikov Tural Məlikov Turalın ünvan maaşı alır. Məsəl üçün 29 yaşında. Bir nəfər də əlavə edək. Insert into employee values 3. Vaxtda dinləyin. Beşirsədən cümlə 600 manat maaş alır və 24 yaşında. Məlumatları daxil elədim. İndi məlumatları run edək. Məlumat sistemə əlavə olundu. Cədvəlimizə baxsaq. Görürük ki, məlumatlar daxil edildi. Əgər mən cədvəlimdə mənə lazım olan sütunları məlumat daxil eləmək istəyirəmsə, o zaman belə yazıram. Insert into cədvəlin adı. Hansı sütunları daxil etmək istəyirəm? Employee ID, employee name və salary. Bu ardıcılıqlara dəyər daxil edirəm. Values. ID-si 4, adı Həsən. Məsəl üçün, maaşı da olsun 1300. Bunu işə salsam, görəcəm məlumat daxil olunub. Yenə get cədvəlimə baxsam, görəcəm ki, yazdıqlarım daxil edilib, yazmadıqlarımın yerinə 0 yazılıb. 0-da yəni boşluq deməkdir, heç bir məlumat yoxdur. Bunu da gələcək dərslərdə baxacağıq. Keçək update əmrinə. Update odur ki, cədvəldə hər hansı bir sütun üzərində məlumata düzəliş etmək lazımdır. Bu zaman biz update-dən istifadə edirik. Yəni, cədvəlin silinib yenidən yazılmasına ehtiyac yoxdur. Update-in yazılışı. Update, cədvəlin adı. Cədvəlin adından sonra set yazılır və ondan sonra nəyi düzəliş eləmək istəyirsə, onu qeyd edirik. Məsəl üçün, mən Turalın soyadını səhv yazmışam, onun soyadını düzəliş eləmək istəyirəm. Bu zaman sütun adını yazıram. Yazıram, surname bərabərdir. Məsələn, Turalın əsas soyadı tutalım ki, Həsənzadədir. Amma burada Məlikov gedib.
Ev surneyimi Həsənzadəyə daxil edirəm. Nəyi vermək istəyirəmsə onu yazıram və şərt verirəm ki, haradakı employee ID-si bərabərdir 2-yə. Çünki Turalın employee ID-si 2-yə bərabərdir. Ona görə şərtdə onu qeyd eləməliyəm ki, get ikincindəki soyadını düzəlt. Və bunu yoxlasam, görərəm ki, düzəliş edildi. Yenidən cədvəlimə baxsam, görəcəm ki, Turalın soyadında dəyişiklik olundu. Əgər mən bir neçə sütunu düzəliş etmək istəyirəmsə, bunu vergül qoyub bir neçə sütunu yaza bilərəm. Amma set sözünü isə ancaq bir dəfə yazacağıq. Neçə sütun yazmamızdan asılı olmayaraq. Gəlin o varianta da baxaq. Update, employee. Burada seti bir dəfə yazacağam və bir neçə sütundan işləyəcəm. Məsəl üçün, elə imp surname. Gəlin Həsəni düzəldək. Həm soyadı yoxdur, həm də yaşı yoxdur. Bu zaman yazacağıq ki, imp surname bərabərdir Həsənov və bir də imp age bərabərdir. Məsəl üçün 31. 31 və şərt verirəm ki, harda ki employee ID bərabər 4. Çünki Həsənin ID-si 4-dür. ID-si 4 olan şəxsin soyadını Həsənov elə, yaşını isə 31 elə. Bu kod onu bildirir. Və mən bu kodu işə salsam, görərəm ki, düzəliş edildi. Gedib cədvəlimə baxsam, görəcəm ki, Həsənin soyadı Həsənov və yaşı da 31 oldu. Update əmri, yəni cədvəl üzərində olan müvafiq dəyişiklikləri göstərir bizə. Yəni bir neçə sütun da dəyişsəm, vergüllə yazıram və set sözünü də bir dəfə yazıram. 2 dəfə set yazsam, məsələn, set surname Həsənov, set employee age 31, bu zaman isə biz error alacağıq. Delete əmri isə cədvəldə olan məlumatların, dataların silinməsi üçün istifadə olunur. Delete'in yazılışı, delete from, cədvəlin adı və şərt verirəm. Haradakı employee ID-si bərabərdir 1. Employee ID-si 1 olan əməkdaşın məlumatlarını silirik. Delete from employee, haradakı employee ID 1. Və məlumat silindi. Cədvəlimə yenidən baxsam, görürəm ki, məndə artıq birinci məlumat silindi. 2, 3, 4-cü şəxslərin məlumatı isə qalıb. Əgər mən şərt qoymasam, bu zaman cədvəlindəki dataları tamamilə silmiş olacam. O yazılış isə belədir. Yəni, heç bir şərt qoymadım. Sadəcə yazıram ki, employee-ni sil. Yəni, employee-də olan bütün məlumatları sil, dataları sil. Bunu ə, deməli, run elədim və burada görürəm ki, 3 data silindi. Yenidən cədvəlimə baxsam, görəcəm ki, heç bir məlumat əks olunmadı. Yəni, əgər mən bir məlumat və yaxud da bir neçə məlumat silirəmsə, bu zaman mən konkret göstərirəm ki, filan məlumatı sil. Əgər heç bir şərt vermirəmsə, o deməkdir ki, cədvəldə olan bütün məlumatlar silinir. Bu da delete employee yazmaqla icra edilir. Bugünkü dərs bu qədər. Hər kəsə uğurlar.